Salam değerli izləyicilərim, sizi Səbnənin mətbəxində xoş gördük. Bugün sizlər üçün ərikli piroq hazırlamışam. Resepti isə aşağıda qeyd edəcəm. Videoda gördüyünüz bütün ərzaqları qaba əlavə edib mikserlə yaxşıca qarışdırırıq. Onu qeyd edim ki, mikserlə bütün ərzaqları ağırana qədər qarışdırmaq lazımdır. Piroqu təxminən 1 saat sobada bişirirəm. Amma qeyd edim ki, bişirmə müddəti sobadan sobaya dəyişə bilər. Ona görə siz də öz sobanıza uyğun olaraq izləməyinizi tövsiyə edirəm. Gördüyünüz kimi hazırlanmış xəmiri soba listinə əlavə edirəm. Xəmirin üzərinə yarıya bölünmüş təzə ərikləri düzürəm. Əriklər bişdikcə həm şirəsini buraxır, həm də piroqa möhtəşəm turşulu şirin dad qatır. Və piroqu sobaya yerləşdiririk. Mənim öz sobamla 1 saat bişirirəm. Siz də bu resepti hazırlayın, yay ləzzətini öz süfrənizdə yaşayın. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Ərikli piroq süfrəyə təqdim olunur, isti çayın yanında sevdiklərinizlə birlikdə paylaşmaq üçün mükəmməl bir seçimdir. Həm gözəlliyi, həm də dadı ilə hər kəsin zövqünü oxşayacaq. Və əminəm ki, bu ətirli meyvənin piroqu sizin də zövqünüzə uyğun olacaq. Onu da qeyd edim ki, bu piroq həm yüngül, həm də çox ləzzətli olur. Növbəti videolarda görüşənədək.